Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Bildiyiniz kimi, yaxın müddətdə həcc mövsümü başlayır. Və yenə də İslamı sevməyənlər, Allahın dinini sevməyənlər, Allah onları yaratdığı halda, onlara ruzu, övladlar, sihhət verdiyi halda onlar Allahın dininə qarşı çıxırlar. Həcc İslamın 5 ərkanından biridir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İslam 5 ərkan üzərində qurulub. Şəhadət etmək, namaz qılmaq, zəkat vermək, oruç tutmaq və həcc etmək. Həcc yalnız imkanı olanların üzərinə fərzdir. Həm maddi, həm də mənəvi. Ona görə həcc hər kəs üçün vacib deyil. Bəziləri yenə başlayır ki, o həccə verilən pulları yetimlərə, yesirlərə, ora-bura verir. Eyni sualı biz də sizə veririk. Gedib gəzdiyiniz yerləri, Maldiv adalarında istirahət etdiyiniz yerlərin pulunu siz də yetimlərə və yesirlərə verin. Biz müsəlmanlar ən azından Allaha ibadət etmək üçün gedirik. Haram işlər etmək üçün getmirik. Allah bizdən razı qalsın deyə edirik. Narahat olmayın. Müsəlmanlar zəkatlarını da verir, sədəqələrini də verir və həccin Allah tərəfindən imkanı olanlara bir əmr olduğunu da qəbul edir. Ona görə İslam düşmənliyi, həcc düşmənliyi etməyin. Uca Allah Quran-ı Kərimdə Həcc surəsini endirib. Həcc adında surə var. Ən azından Quran-ı Kərimə hörmət edin. Həmçinin Uca Allah buyurur ki, وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا Sən insanları həccə çağır və insanlar gələcəklər. Əsir kişilər gələcəklər həccə. Ona görə həcc düşmənliyi etməyin, Quran düşmənliyi etməyin. Bu heç də xeyir gətirməz sizlərə. Bilin ki, Uca Allaha hər kəs cavab verəcək. Ən azından Allahın kitabına, Allahın dininə, Peyğəmbərinə hörmət edin. Unutmayın ki, siz müsəlmansınız. Unutmayın ki, Allah müəyyən qayda və qanunları kitabında izah edib. Və bu izahlar, bu ayətlər ağıl sahiblərinə kifayətdir. Həcc düşmənliyi etməyin, Allahdan qorxun. Esselamu aleykum.